Biri var, Peyğəmbərin xatirinə Allahdan nəsə istəyirsən, yaxud övliyaların, salihlərin, imamların, fərqi yoxdur. Xatirinə istəyirsən. Məsələn, gəlib deyirsən ki, Allahım, Peyğəmbərin xatirinə məni bağışla. Allahım, Peyğəmbərin xatirinə mənə övlad ver. Onun xatirinə mənə ruzi ver və s. Biri var bu. Bu bidətdir. Şirk deyil. Çünki Allahdan istəyirsən. Lakin düzgün formada istəmirsən. Bidətdir. Şəriətdə belə şey yoxdur. Xatirinə nəsə istəmək. Bu şirkə aparıb çıxara bilmir. Ola bilər şirkə vəsilədir. Amma şirk deyil. Bir də var ki, Peyğəmbərdən, yaxud övliyalardan, imamlardan, salihlərdən şəfaət tələb edirsən. Məsələn, gəlib deyirsən ki, ey Muhammed, ya Muhammed, Allah yanında mənə şəfaətçi ol. Ya Hüseyin, Allaha dua elə ki, məni bağışlasın, mənə ruzi versin. Mən özüm zəif bəndəyəm, acizəm, miskinəm, fəqirəm. Haqqım yoxdur, sən yaxınsan Allaha. Ey Hüseyin, ey Muhammed, ey filan kəs. Sən dua elə Allaha ki, bağışlasın məni. Sən dua elə Allaha mənə övlad versin. Mən sənə dua edirəm, səni çağırıram, sən də Allaha çağır. Biri var bu. Bu ikinci surəti şirkdir. Böyük şirkdir. Sahibini dindən xaric edir. Birinci ilə bunu qarışdırmaq düzgün deyil. İkinci böyük şirkdir. Vallahi, əgər bu ikinci surət şirk deyilsə, onda yer üzündə şirk yoxdur. Ona görə surətləri qarışdırmayın. Birinci bidətdir, ikinci şirkdir.